Salam əziz abituriyentlər, mən Elşad müəllim. Kanalımıza xoş gəlmişsiniz. Bugün sizlərə elastiklik qüvvəsi, hüquq qanunu sürtünmə qüvvəsi mövzusunu izah edəcəm. Başlayaq. Deməli, bu mövzuda elastik qüvvə, hüquq qanunu mövzusunda deməli, yay var, yayların tarazlığı var və s. bu hissələrdən danışılacaq. Deməli, öncəliklə biz abituriyent olaraq deformasiyanın nə olduğunu bilməliyik. Deməli, deformasiya nədir? Xarici qüvvənin təsiri altında cismin forma və ölçülərinin dəyişməsi deformasiya adlanır. Məsəl üçün, deyək ki, adi bir top düşünək. Topu xaricdən belə basıb sıxdığımız zaman top əzilir. Yəni, formasını və ölçüsünü dəyişir. Biz buna fizika termini olaraq deyirik ki, cisim deformasiyaya uğradı. Deməli, tərif olaraq da bu şəkildə deyirik. Xarici qüvvənin təsiri altında cismin forması və ölçüsünün dəyişməsi deformasiya adlanır. Xarakterinə görə deformasiyalar iki növü var. Elastiklik deformasiyası və plastik deformasiyası. Elastik deformasiyası nədir? Xarici qüvvənin təsiri kəsiləndən sonra cisim öz əvvəlki vəziyyətini bərpa edə bilirsə, belə deformasiya elastik deformasiya adlanır. Misal üçün, bir prujin düşünək, prujini dartıb uzatsaq deformasiya uğrayır və əlimizi çəkən kimi prujin öz əvvəlki vəziyyətinə qayıdır. Bu olur elastik deformasiya. Bir də var plastik deformasiya. Xarici qüvvənin təsiri kəsiləndən sonra cisim öz formasını bərpa edə bilmirsə, öz əvvəlki vəziyyətinə qayıda bilmirsə, belə deformasiya plastik deformasiya adlanır. Deyək ki, bir alüminium məftil düşünək. Alüminium məftili belə əysək, əlimizi çəksək, geri qayıtmayacaq. Bu olur plastik deformasiya. İndi cismin deformasiyaya uğradığı zaman onun uzanması var, başlanğıc uzunluğu var. O haqqında məlumat verəcəm. Fərz edək ki, bir dənə cisim var. Uzunluğu L0 olan bir cisimdir. Biz bu cisimə hər hansısa bir xaricdən qüvvə tətbiq edərək uzunluğunu dəyişə bilərik. Biz bunu xaricdən qüvvə tətbiq edərək dartdıq. Nə qədər dartdıq? Müəyyən qədər. Dartandan sonra onun uzunluğu oldu L. Və həmən bu dartdığımız uzanmanı delta L ilə işarə edə bilərik. Və delta L bərabərdir. Yəni uzandığı məsafəni tapmaq istəsə, son uzunluğundan başlanğıc uzunluğunu çıxmamız lazımdır. L çıx, L0. Burada delta L adlanır mütləq uzanma. Mütləq uzanmanın vahidi təbii ki, metr olacaqdır. 1 metr. Mütləq uzanma olacaq. Cisimləri deformasiya etdirdiyimiz zaman dedi ki, elastik deformasiya olanda cisim öz əvvəlki vəziyyətini bərpa edir. İndi fərz eləyək ki, hər hansısa bir prujin düşünək. Prujin olsun. Bu prujin əvvəl bu vəziyyətdə idi. Mən bu prujinə müəyyən bir qüvvə tətbiq edib, bu prujini dartıb uzaldada bilərəm. Və yaxud da həmən bu prujini sıxada bilərəm. Müəyyən bir qüvvə tətbiq edərək sıxada bilərəm. Əvvəlki vəziyyətindən yuxarıda sıxılmış vəziyyəti var. Nə qədər sıxmışam? Delta X qədər. Aşağıda isə əvvəlki vəziyyətindən uzanma versiyası var. Bunu nə qədər uzatmışam? Yenə də delta X qədər uzatmışam. Biz bu prujini dartıb uzaldanda və yaxud da basıb sıxdığımız zaman biz bu prujini deformasiya etdirmiş oluruq. Biz dartdığımız və sıxdığımız qüvvəni çəksə, əlimizi çəksə, belə deyək, bu prujin öz əvvəlki vəziyyətinə qayıdacaq. Təbii ki, prujin öz əvvəlki vəziyyətinə öz başına qayıtmır, onu öz əvvəlki vəziyyətinə qaytaran qüvvə var. Deməli, yayın içərisində bir qüvvə mövcuddur. Həmən qüvvə deyilər elastiklik qüvvəsi. Elastiklik qüvvəsi deformasiya olunmuş cisimi həmişə öz əvvəlki vəziyyətinə qaytaran qüvvədir. Və FL şəklində işarə olunur. Elastiklik qüvvəsi F elastik bərabərdir. Mənfi KX formasında tapılır. Bu düsturun adı hüquq qanunu adlanır. Yəni, hüquq alimin adıdır, alimin adına hüquq qanunu qoyublar. Bunu elastik qüvvənin uzanmadan və sıxılmadan asılılığını müəyyən edib hüquq. Ona görə bu qanun hüquq qanunu adlanır. Deməli, hüquq qanununa görə deformasiya olunmuş yayı öz əvvəlki vəziyyətinə qaytaran elastiklik qüvvəsi nədən asılıdır? Cismin təbii ki, uzanmasından asılıdır. Bu uzanmanın qrafikini bizdən soruşa bilər. F elastiklik qüvvəsinin X uzanmadan asılığını soruşa bilər. Bir də soruşa bilər ki, F elastiklik qüvvəsinin X uzanmanın modulundan asılığını soruşa bilər.
Əgər uzanmadan asılığını soruşursa, biz burada təbii ki, qrafiki bu şəkildə çəkəcəyik. Çünki qabaqda mənfi işarəsi var. Deyək ki, x müsbət olanda, qabaqdan mənfi olduğu üçün elastik qüvvə mənfi qiymət alır. Və yaxud da x mənfi olanda, qabaqda mənfi işarəsi olduğu üçün F elastik təbii ki, müsbət qiymət almış olur. Yox, əgər bizdən soruşsa ki, elastik qüvvəsinin uzanmanın modulla asılı qrafikini çək. Təbii ki, modulda müsbət olacaq. O zaman qrafiki biz bu şəkildə nə etmiş olacaq? Çəkə biləcəyik. Burada qrafikin bu hissəsi yayın sıxılmasını göstərir. Digər hissəsi isə yayın uzanmasını göstərmiş olur. Hüq qanundakı mənfi işarəsinin məsələ həllində heç bir dəxli olmayacaq. Sadəcə bu mənfi işarəsi nəyə görə qoyulur? Həmişə elastiklik qüvvəsi yer dəyişməyə əksinə yönəlir. Ona görə bu mənfi işarəsi qoyulub, şərti olaraq. Deyək ki, mən bu purjunu sağa dartmışam, yer dəyişmə sağadır, amma elastik qüvvə yer dəyişməyə əksinədir. Və yaxud da bu purjunu mən sola sıxmışam, amma elastik qüvvə yer dəyişməyə əksinədir, sağadır. Ona görə də mənfi işarəsi qoyulur. Burada K nədir? K yayın sərtliyidir, yayın möhkəmliyidir. K bərabərdir, F elastik bölünsün, X yazırıq. K-nın düsturundan biz avtomatik olaraq K-nın vahidini çıxarda bilirik. Təbii ki, K-nın vahidi Newton bölünsün metrdir. Çünki F elastik böl X-dir. F elastik qüvvənin vahidi Newtondur. X uzanmadır və yaxud da sıxılmadır, onda vahidi metrdir. Ona görə Newton böl metrdir. Təbii ki, biz burada yayın sərtliyi Newton böl metrdir. Birdən bizdən soruşa bilirlər ki, yayın sərtliyinin beynəlxalq sistemdə əsas vahidlərlə ifadəsini yaz. O zaman Newtonu açacaq. Newtonu yenə yazacaq. Kiloqram vur metr böl saniyə kvadratı yazacaq. Metrlə ixtisar gedəcək. Təbii ki, kiloqram bölünsün saniyə kvadratı qalmış olacaq. Yəni, yayın sərtliyinin vahidi. Yəni, bildiniz ki, burada neynədir? Təbii ki, Newton açdıq. Newtonun beynəlxalq sistemdə əsas vahidlərlə açılışı kiloqram vur metr bölünsün saniyə kvadratı. Bu metrlə bu metr ixtisar gedir. Yerdə kiloqram böl saniyə kvadratı qalır. Ondan sonra bizdən K-nın elastik qüvvəsindən və yayın uzanmasından və sıxılmasından asıllıq qrafikini soruşa bilər. Təbii ki, o asıllıq qrafikini soruşsa, biz təbii ki, qrafiki belə çəkəcəyik. Deyəcək ki, K elastiklik qüvvəsindən asılı deyil. Deyəcək ki, K yayın sərtliyi X uzanmadan ya da sıxılmadan təbii ki, asılı deyil. Bəs yayın sərtliyi nədən asılıdır? Yayın sərtliyi asılıdır yayın materialının növündən və onun həndəsə ölçülərindən. Onunla bağlı indi birazdan mən düstur yazıb qrafikləri çəkəcəm. Burada bir məlumat sizə vermək istəyirəm. Məlumat nədən ibarətdir? Bəzən bizdən soruşa bilirlər. Burada alfa bucağı olsa, bu alfa bucağının tangensi bizə nəyi verəcək? Təbii ki, bunu belə deyək, fizika bilməyə ehtiyac yoxdur. Biz bunu riyaziyyat bilməliyik bunu yazmaq üçün. Tangens bilirik ki, nədir? Qarşıdakı katetin bitişik katetə nisbətdir. Bu alfa bucağının qarşısındakı katet F elastikdir. Bitişik kateti isə X-dir. O zaman yazırıq. Tangens alfa bərabərdir. Elastiklik qüvvəsi bölünsün X-ə. Təbii ki, elastik qüvvənin X-ə nisbəti bizə nə verəcək? K-nı verəcək. Yəni, F elastik qüvvənin X-dən asılı qrafikində bucağın tangensi bizə K-nı, yayın sərtliyini verəcək. Deməli, biz dedik ki, K yayın sərtliyi F elastik qüvvədən və X-dən asılı deyil. Bəs yayın sərtliyidən də asılıdır. Dedik ki, yayın sərtliyi yayın materialına və həndəsə ölçülərində. Material və həndəsə ölçü deyəndə nə nəzərdə tutulur? Onu ifadə edən bir düstur var. Düstur budur. K bərabərdir. YS böl L0. O da bərabər. Burada Y Young modulu adlanır. Yəni materialın növü deməkdir. S yayın enkəs sahəsidir. L0 isə yayın purjunun başlanğıc uzunluğudur. S-in yerinə biz lazım gəlsə, yay dairə şəklindəsə PR kvadrat qoya bilərik. Bölünsün L0. Və yaxud da bunu D kvadratından əvəz edə bilərik. Y pi D kvadrat bölünsün 4 dənə L0. Baxın, yayın sərtliyinin asılı olduğu ifadə buradadır. Yəni, nədən asıldır? Material növündən, enkəs sahəsindən, başlanğıc uzunluğundan, radiusundan və diametrindən. Baxaq görüm, necə asılıdır? Təbii ki, yayın sərtliyi S-dən düz asıldır. Amma L0 konstant olandır. Yayın sərtliyi R-dən kvadratik asılıdır. Təbii ki, yenə L0 konstant olandır. Yayın sərtliyi
D-dən, diametrdən kvadratik asılıdır. Təbii ki, L0 konstant olundu. Digərlərin konstant deməyə ehtiyacı yoxdur, çünki pi konstantdır onsuz da. Y-də Young moduldur, o da konstantdır. Bir də asıldır yayın sərtliyi başlanğıc uzunluqdan. Necə asıldır? Təbii ki, tərs mütənasib asıldır. S konstant olanda. Bu yayın sərtliyinin nədən asılı olduğunu ifadə edən həm düsturlardır. Yayın sərtliyi yalnız və yalnız bax bunlardan asılıdır. Bunlardan isə asılı deyil. Bunlar önəmli məlumatlardır. Bunları bilmək lazımdır. Deməli, yayların paralel birləşməsində bizə 3 məlumat lazımdır. O məlumatlar nədir? Yaylar paralel birləşəndə yayların uzanmaları nəyə bərabərdir? Sonra yayların qüvvələri nəyə bərabərdir və yayların ümumi sərtliyi nəyə bərabərdir? Bizə bəllidir ki, biz 2 dənə yaya paralel qoyub aşağıdan belə deyək də, bağlayıb tutub belə aşağı dartdıqda yayların ikisi də eyni qədər uzanacaq. Biri çox, biri az uzanası deyil. Çünki paralel dartıram. Paralel dartıramsa deməli yaylar eyni qədər uzanacaq. O zaman yayın uzanması x bərabərdir, x1 bərabərdir, x2. Yəni ikisi də eyni qədər uzanacaq. Amma mən buradan qüvvə tətbiq etsəm, mənim tətbiq etdiyim bu qüvvənin bir qismi bura tətbiq olunur sanki. Buna deyək F1. Bir qismi də bura tətbiq olunur F2. Məntiqlə buradan 10 Newton dartmışamsa, 10 Newton 5'i bura, 5'i bura olmaz. Niyə? Çünki yaylar sərtlikləri fərqlidir. Belə loru dildə deyəcəm. Yayın biri qalındır, biri nazikdir. İndi məntiqlə sizcə hansına daha çox qüvvə tətbiq etmək lazımdır eyni qədər uzatmağa? Ya nazik yaya yoxsa qalın yaya? Təbii ki, hamınız deyirsiniz ki, qalın yaya daha çox qüvvə lazımdır. Ona görə də bizim bura tətbiq etdiyimiz qüvvə düzdür, ikisinə paylanır, amma bərabər təbii ki, paylanmayacaq. Onların sərtlikləri nisbətində paylanacaq. Amma yekunda tətbiq elədiyim 10 Newton qüvvənin bir qismi bura, bir qismi bura tətbiq olunacaq. Nazik yaya 3 Newton, qalın yaya isə 7 Newton tətbiq olunacaq. Ona görə tətbiq etdiyim qüvvə bərabər F1 plus F2. Və ümumi yayın sərtliyi lazımdır mənə. Yayın sərtliyini çıxarılışını göstərmək istəyirəm sizə, maraqlı olsun deyə. Deməli, yayın sərtliyi mən buradan çıxardacağım. F kx-dir. Bərabərdir. F1'i yenə yazıram. Kx1 üstəcəl. F2'yi yenə yazıram. Kx2. Və mən yuxarıda görmüşəm ki, daha doğrusu yazmışam ki, x-lər bərabərdir. Onda x1 ilə x2 və x bir-birinə bərabərdir. Yerdə nə qaldı? Yerdə qaldı ki, k bərabərdir. K1 üstəcəl K2. Bax, bu oldu bizim paralel birləşmədə yayların uzanmaları, qüvvələri və sərtlikləri haqqında məlumat. Deməli, 2 dənə yay paralel birləşəndə ikisini toplayırsan. 3 dənə yay birləşsə, 3'ünü toplayırsan. 4 dənə birləşsə, təbii ki, 4'ünü toplayacaqsan. En sayda bərabər sərtlikli yay paralel birləşəndə, ümumi sərtliyi tapanda bir dənə yayın sərtliyini n-ə vurmaq lazım. Məsələn üçün, 50 dənə yay paralel birləşib, 50'sinin də sərtliyi k-dırsa, 50 dənə belə toplamaqdansa, ona görə də bir dənəsini k-nı 50'yə vuranda ümumi yayın sərtliyini tapışırsan. Bu vaxt keçərlidir. Təbii ki, paralel birləşən yayların sərtlikləri eyni olacaq. İndi mən sizdə k ilə f arasında, bu yayların k-sı ilə f arasında bir yaxlarını dedim, düzdür. Və dedim ki, yayın sərtliyi qalınsa, ora daha çox qüvvə tətbiq olunur. Yayın sərtliyi azsa, ora az qüvvə tətbiq olunur. Yəni, qüvvə sərtliyi ilə düz mütənasibdir. Onu hardan çıxarda bilərik? Təbii ki, buradan çıxarda bilərik. F elastik qüvvəsi bərabərdir kx-ə. X sabitdir, eyni qədər uzanır. Onda elastik qüvvə nədən asılıdır? K-dan asılıdır. K-dan necə asılıdır? Düz asılıdır. Onda yazırsan, F elastik 1 bölünsün, F elastik 2 bərabərdir. K1 böl K2. Bu onu göstərir ki, sərtliyi çox olana daha çox qüvvə, sərtliyi az olana daha az qüvvə düşür. İndi isə sizə yayların ardıcıl birləşməsinin şərtlərini izah edəcəm. Yaylar ardıcıl birləşəndə nə baş verir? Təbii ki, ardıcıl birləşdiyi üçün bu yaylar, mən buradan 10 Newton qüvvə tətbiq edirəmsə, hər iki yaya 10 Newton qüvvə tətbiq etmiş sayılıram. Yəni, tətbiq edildiyim qüvvə hər ikisinə tətbiq edirəm. Bu o demək ki, yaylar ardıcıl birləşəndə onlara tətbiq olunan qüvvələr bərabərdir. Amma yayların sərtlikləri fərqli olduğu üçün biri K1, K2 deyək buna, biri də K1 olarsa, yayların sərtlikləri fərqlidir. O demək ki, biri qalındır, biri nazikdir. O zaman təbii ki, nazik yay daha çox uzanacaq, qalın yay isə az uzanacaq. O zaman ümumi uzanma, ümumi x bərabərdir nəyə? x1 üstəgəl x2.
İndi bizə K lazımdır. K-nı da yenə də buradan çıxardacağım sizin üçün. Belə çıxardacağım. Bilirik ki, f bərabərdir kx-dən, x bərabərdir f böl k-ya. Mən burada yazıram x-in yerinə. F böl k bərabərdir. x1 yerinə yazıram. F böl, daha doğrusu f1 böl k1 üstə gəl f2 böl k2 yazıram. Və yuxarıdan da görürəm ki, f-lər bərabərdir. F-lər bərabərsə biz bunları ixtisar edirik. O zaman yerdə nə qaldır? 1 böl k bərabərdir. 1 böl k1 üstə gəl 1 böl k2. Deməli, paralel birləşmədə ümumi sərtliyi tapanda ancaq onları toplayırdıq. Amma ardıcıl birləşmədə ümumi sərtliyin tərs nisbəti bərabərdir sərtliklərin tərs nisbətləri cəmi. Sadəcə 2 dənə yay olanda biz bu ifadəni belə yaza bilirik. K bərabərdir. K1 vurulsun K2, K1 üstə gəl K2 şəklində yaza bilirik. Ancaq bunu o vaxt yazırıq ki, 2 dənə yay olsun. Artıq 3 dənə yay ardıcıl qoşulanda belə yazmaq mümkün deyil. Burada da sərtlikləri eyni olan n sayda yay ardıcıl qoşularsa, o zaman ardıcıl qoşulmada ümumi sərtliyi tapanda bir dənə yayın sərtliyini sayına nə edə bilərik? Bölə bilərik. Və f-lər eyni olduğu üçün, deməli f bərabərdir kx-dən, k bərabərdir f böl x desək, f-lər eyni olduğu üçün, k-la x bir-birindən tərs asıldır. Yəni k-la x bir-birindən tərs asılır. O deməkdir ki, 2 yayın k-ları ilə x-lər bir-birindən fərqlidir. Hansının k-sı çoxdur? Daha doğrusu, hansı daha çox uzanar? K-sı az olan. Hansı daha az uzanar? K-sı çox olan daha az uzanar. Yəni onlar bir-birindən tərs asılıdır. O tərs asılıda belə yaza bilirik. K1 bölünsün K2 bərabərdir. X2 bölünsün X1. Sərtliyi ilə onlar uzanmalar bir-birindən tərs mütənasib asılıdır. Bu da bizə yayların ardıcıl birləşməsi. İndi isə sürtünmə qüvvəsindən danışmaq istəyirəm. Sürtünmə qüvvəsi nədir? Cisimlərin bir-birinə toxunması zamanı yaranan, meydana çıxan və həmişə hərəkətin əksinə yönələn qüvvəyə sürtünmə qüvvəsi deyilir. Sürtünmə qüvvəsinin yaranmasının səbəbləri var. Sürtünmə qüvvəsi belə deyək. Sürtünmə qüvvəsi yaranma səbəbləri budur. Sürtünən səthlərin kələ-kötür olması sürtünmə qüvvəsinin yaranma səbəbləridir. Bir də sürtünən cisimlərin molekulların bir-birini cəzb etməsi sürtünmə qüvvəsinin yaranma səbəbləridir. Sürtünmə qüvvəsi elektromaqnit təbiətli bir qüvvədir. Bunu məsələn qeyd olaraq biz düşə bilərik ki, sürtünmə qüvvəsi elektromaqnit təbiətli qüvvədir. Sürtünmə qüvvəsi toxunan səthlərə paralel yönəlir hər zaman. Bunu yadda saxlamaq lazımdır, çünki imtahanda belə deyək, düşə bilər. Sürtünmə qüvvəsinin 3 növü var. Sürüşmə sürtünmə qüvvəsi, diyirlənmə sürtünmə qüvvəsi, sükunət sürtünmə qüvvəsi. Elə adlarından məlumdur ki, sürüşmə sürtünmə qüvvəsi bir cisim digər cisim üzərində sürüşən zaman yaranır. Diyirlənmə sürtünmə qüvvəsi bir cisim digər cisim üzərində diyirlənə hərəkət edərkən yaranır. Məsələn, maşının təkəri, velosiped təkəri və s. Sükunət sürtünmə qüvvəsi, o da adından məlumdur ki, cisim sükunətdə qalarkən yaranır. Yəni, sən cisimi, duran cisim üçün söhbət getmir da burada. Sən cisimi hərəkət etdirməyə çalışırsan, hər hansısa bir qüvvənin, amma o hərəkət etmir. Hərəkət etmirsə, demək orada sükunət sürtünmə qüvvəsi yaranmış olur. İndi isə biz sürüşmə sürtünmə qüvvəsinin yaranmasını və onun düsturunu, nədən asılı olduğunu biz müəyyənləşdirək. Deməli, belə deyək. Hər hansısa bir cisim düşünək. Biz bu cisimi hər hansısa bir dartı qüvvəsi ilə dartırıq. Bu cisimi dartdığımız zaman, əgər cisim sağa doğru hərəkət edirsə, deməli, hərəkətin əksinə bir qüvvə yaranacaq. O qüvvə sürüşmə sürtünmə qüvvəsi. Bu qüvvələrdən başqa, bu cisimə 2 dənə daha qüvvə təsir göstərir. O qüvvələrdən biri mg ağırlıq qüvvəsidir, biri isə n reaksiya qüvvəsidir. İndi bax, belə sizə sual verim də. Əgər bu cisimi mən 10 newtondan dartıramsa, hərəkətə gəlir. Bu cismin üstünə bir dənə də yük qoyanda, yenə 10 newtondan dartsam, əvvəlki kimi hərəkət etməyəcək. Birinci halda daha rahat dartmış oluram bu cisimi. Üstünə bir dənə də yük qoyandan sonra yenə 10 newtondan dartanda biraz dartmam çətinləşir, hərəkət çətinləşir. Niyə çətinləşir? Çünki sürtünmə qüvvəsi artır. Və sürtünmə qüvvəsi niyə artır? Çünki onun üstünə yük qoymusan. Buradan belə bir nəticə çıxır ki, sürtünmə qüvvəsi onun üzərinə qoyduğumuz yükdən asılıdır. Yəni kütlədən asılıdır. Və sürtünmə qüvvəsinin düsturu F sürtünmə bərabərdir
mü vurulsun n reaksiya bərabərdir. Əlavə olaraq bizim qarşımıza sürtünmə qüvvəsinin başqa düsturları çıxacaq. Əslində bütün düsturlar eyni mahiyyət daşıyır. Məsəl üçün belə düstur çıxacaq. F sürtünmə bərabərdir. Mü vurulsun F təzyiq qüvvəsi. Təzyiq qüvvəsi də elə reaksiya qüvvəsidir. Yəni bu cisim aşağı doğru basırsan təzyiq göstərirsə öz ağırlığını, əksinə reaksiya yaranacaq. Və yaxud da yaza bilərik F sürtünmə bərabərdir. Mü vurulsun yükün çəkisi. P çəki. Zaten çəki də elə reaksiya qüvvəsinin əksinə olan bir qüvvədir. Bir də qabağımıza belə bir düstur çıxar. Bunlar uşaqlar ayrı-ayrı düsturlar deyil. Bəzən deyə bilərsiniz ki, sürtünmə qüvvəsinin bir dənə düsturu var, siz 4 dənə düstur yazır. Əslində hamısı eyni düsturlardır. Sadəcə n reaksiyanı əvəz eləyirəm. N reaksiyanı təzyiq qüvvəsindən də əvəz eləyə bilərlər. Məsələdə cismin çəkisi ilə də əvəz eləyə bilərsiniz. Bir də F sürtünmə bərabər mü vurulsun F sıxıcı qüvvə. Sıxan qüvvə. Bu nə deməkdir sıxan qüvvə? Məsəl üçün, deyək ki, cisim bu şəkildə lövhəyə yapışıb bir maqnit düşünək. Bu cismin bu lövhəyə sıxan qüvvə var. Həmən o sıxan qüvvə varsa, onun əksinə reaksiya qüvvəsi var. Həmən o reaksiya nəyə bərabərdir? Onun ora sıxan qüvvəyə bərabərdir. Bax, budur. Yəni, əslində sıxan qüvvə də reaksiya qüvvəsidir. Və nəhayət, bunlardan başqa, bir də biz sürtünmə qüvvəsini, təbii ki, bu düsturunu görürük. F sürtünmə bərabərdir mü mc. Yəni, hər bir n-in də yerinə mc yaza bilirik. Təzyiq qüvvəsini də, çəkinin də yerinə, sıxan qüvvəni də yerinə biz mc yaza bilirik. Mü mc şəkildir. Burada F sürtünmə qüvvəsidir. N reaksiya, təzyiq qüvvəsi, çəki, sıxan qüvvə, m cismin kütləsi, J isə sərbəst sürtmə tənzidir. Bəs mü nədir? Uşaqlar, mü mütənasiblik əmsalı olub, sürtünmə əmsalı adlanır. Sürtünmə əmsalını soruşa bilər bizdən, tapaq sürtünmə əmsalını. Mü sürtünmə əmsalı F sürtünmə qüvvəsi bölünsün N reaksiya qüvvəsi. Və bizdən soruşa bilər, sürtünmə qüvvəsinin vahidi nədir? Təbii ki, biz hamımız deyəcəyik ki, eyni ağızdan, sürtünmə qüvvəsinin vahidi yoxdur. Niyə yoxdur? Bu da qüvvədir, bu da qüvvədir. Newton bölü Newton 1. Sürtünmə qüvvəsi adsız kəmiyyətdir, vahidi yoxdur. Sonra bizdən soruşulur bunların təbii ki, qrafikləri. Yəni biz düsturu biləndən sonra düsturda qrafikləri müəyyənləşdirməmiz lazım. Uşaqlar, sürtünmə qüvvəsinin qrafikini istəyir bizdən. Sürtünmə qüvvəsi nədən asılıdır və nədən asılı deyil? O qrafikləri quracam. Deməli, sürtünmə qüvvəsi asılıdır. Asılıdır. N reaksiya qüvvəsindən, nə bilim, təzyiq qüvvəsindən, sıxan qüvvədən, çəkidən necə asılıdır? Təbii ki, düz mütənasib asılıdır. Sürtünmə qüvvəsi asılıdır. Sürtünmə qüvvəsi asılıdır. Cismin kütləsindən. Zaten reaksiya qüvvəsi, N reaksiya qüvvəsi. Elə mc-yə bərabərdir. N bərabərdir, mc-yə bərabərdir. Ona görə də, əgər reaksiya qüvvəsindən asılıdırsa, təbii ki, deməli, nədən də asılı olmuş olacaq? Kütlədən də asılı olmuş olacaq. Amma sürtünmə qüvvəsi asılı deyil. Nədən? Sürtünmə qüvvəsi asılı deyil. Sürtünən cisimlərin yerə toxunan hissəsinin sahəsindən asılı deyil. Yəni, sahəsindən boy doğru olsun toxunan hissəni. Əgər kütlə eynidirsə, toxunan hissənin sahəsi böyük də olsa, kiçik də olsa, onlardan asılı olmamış olur. Bəs sürtünmə əmsalı nədən asılıdır, nədən asılı deyil? Soruşa bilərlər bizdən. Sürtünmə əmsalı, mü sürtünmə əmsalı, sürtünmə qüvvəsindən asılıdırmı? Təbii ki, deyəcək, xeyr, asılı deyil. Soruşa bilər bizdən, sürtünmə əmsalı reaksiya qüvvəsindən asılıdırmı? Təbii ki, asılı deyil. Cismin kütləsindən asılıdırmı? Təbii ki, asılı deyil. Sürtünən səthlərin sahəsindən asılıdırmı? Təbii ki, asılı deyil. Bəs sürtünmə qüvvəsi nədən asılıdır? Sürtünmə qüvvəsi yalnız və yalnız maddənin, sürtünən cisimlərin maddəsinin növündən və toxunan səthlərin necə emal olunmasından, yəni kələ-kötürmü, yoxsa sığallı mı emal olunmasından asılıdır. Başqa da heç bir şeydən asılı deyil. Deməli, əziz şagirdlər, sürtünmə qüvvəsinin təsiri altında cismin hərəkətindən danışacağım. Baxaq görüm, sürtünmə qüvvəsinin təsiri altında cisim hansı formada, neçə formada hərəkət edir? Baxırıq. Deməli, bir cisim düşünək və bu cismi dartaq. Hər hansısa bir qüvvə ilə dartırıq. Təbii ki, mən sağa dartıramsa, bu başlayacaq sağa doğru hərəkət eləmək.
Cisim sağa doğru dartdığımsa sağa doğru hərəkət edəndə əksinə yaranacaq bir qüvvə, o qüvvə də sürtünmə qüvvəsi. Burada 3 dənə hal mümkündür. Birinci, cisim yeyinləşən hərəkət edə bilər, yavaşan hərəkət edə bilər və bərabər sürətlə hərəkət edə bilər. Birinci yazıram yeyinləşən. Cisim o vaxt yeyinləşən hərəkət edir ki, dartı qüvvəsi sürtünmə qüvvəsindən böyük olsun. Əgər dartı qüvvəsi sürtünmə qüvvəsindən böyükdürsə, təbii ki, cisim yeyinləşən hərəkət edəcək. Və mən bura Newtonun ikinci qanunu tətbiq edirəm. Hər kəs bilir ki, Newtonun ikinci qanunu F əvəzləyici bərabərdir ma. İndi, burada iki qüvvə var. Bir dartı qüvvəsi var, bir sürtünmə qüvvəsi var. Biz bilirik ki, qüvvələr bir-birinin əksinə olanda əvəzləyici qüvvəni necə tapırdıq? Böyüyündən kiçiyin çıxırdıq. Burada hansı böyükdür? Dartı. O zaman yazırım. F dartı çıxılsın. F sürtünmə bərabərdir ma-ya. Lazım gəlsə sürtünmə yerinə μmc yaza bilərik. O zaman F dartı çıxılsın μmc bərabərdir ma yaza bilərik. İkinci şərt. Cisim yavaşan hərəkət edə bilər. Bəs cisim nə vaxt yavaşan hərəkət edir? Təbii ki, dartı qüvvəsi sürtünmə qüvvəsindən balaca olanda. Yəni sürtünmə qüvvəsi böyük olanda yavaşan hərəkət edir. Bəs bu hal üçün Newtonun ikinci qanunu necə yazacaq? Təbii ki, belə yazacaq. Sürtünmə böyük olduğu üçün F sürtünmə çıxılsın. F dartı bərabərdir ma-ya. Yenə də sürtünmə yerinə μmc yaza bilirik. Çıxılsın F dartı bərabərdir ma yaza bilərik. Bu bizim ikinci şərtimiz. Deməli, yavaşlayan hərəkətdə sürtünmə dartdan böyük olur. Yeniləşən hərəkətdə isə dartı sürtünmədən böyük olur. Bəs cisim bərabər sürətdə hərəkət etsə nə olacaq? Deməli, üçüncü şərt bərabər sürətli. O zaman dartı sürtünməyə bərabərdir. Əgər dartı sürtünməyə bərabərdirsə, cisim bərabər sürətlə hərəkət edir. O zaman əvəzləyici qüvvəmiz nədir? Təbii ki, sıfıra bərabərdir. Əziz şagirdlər, deməli, videomuzu burada yekunlaşdırırıq. Bu mövzunun ardını növbəti videoda çəkəcəm. Sağ olun, uğurlar arzulayıram hər birinizə.